vaxtınız xeyirli olsun xanımlar və bəylər. Bu gün Masazır qəsəbəsindəyik. Masazır dairəsinə yaxın bir ərazidə gözəl bir dənə həyət evi tapmışam sizlər üçün. 3 sotun içində inşa olunub xanımlar və bəylər. Geniş belə həyəti var. Bir daha göstər zəhmət olmasa. 7 otaq dəyərli izləyəcəyimiz paket kupçalı, tam təmirli, qoşadaş da bir söz tapıb deyəmirəm. Həyətində bir daha sanı üzəri göstər zəhmət olmasa geniş həyəti var. Yolun kənarı dəyərli izləyəcəyimiz. Bir də oranı göstər. Evin ətrafına keçmək olur. Kürsülü qoşadaş xanımlar və bəylər. Həyətində ağacları da var. Səliqəli evdir. Keçək bir dənə inşallah evlə tanış olaq. Evdir, səliqəli evdir. Evin əsas giriş hissəsidir. Dəhliz hissəsidir xanımlar və bəylər. Evə daxilində bir dənə burada sanitar qovşağı yerləşir. Çox geniş sanitar qovşağı var. Bax, çox səliqəli. Burada yerləşir köməkçi otaq. Tam təmirlidir. Bir də oradan zəhmət olmasa, koridoru bir dənə göstər. Genişliyə bax, dəyərli izləyəcəyimiz. Özünə şəxsi ev axtaranlar ekranı yaxın əyləşsin. Masazır dairəsinə piyada bir məsafə. Bir dənə qonaq otağına bax. Qonaq otağının genişliyinə bir dənə baxın xanımlar və bəylər. 2 dənə pəncərəsi var. Bir dənə orada da pəncərəsi, bir dənə də burada da pəncərəsi. Tam təmirli, dəyərli izləyəcəyimiz sistemi kombidir. Burada uşağı bıraq futbol oynasın xanımlar və bəylər. Çox gözəl evdir. Zövqlə təmin olub, şəxsi evdir. Keçək ikinci mərtəbəyə tanış olaq inşallah. Valla türklər demişkən mən bu evə bayıldım. Bir dənə pəncərəsini göstər. Şəxsi ev axtaranlar buyursun. Burada yerləşir dəyərli izləyəcəyimiz. Həyət evimizin eyvanı. Buyur. İkinci mərtəbədə də hamam sanuzeri var. Birinci mərtəbədə olduğu kimi 2 mərtəbə qoşadaş. Çox gözəl evdir. Bir dənə koridora baxın dəyərli izləyəcəyimiz. Necə genişdir. Gəl mənim qardaşım. Evin bir dənə işıqlanması evdir. Burada yerləşir bizim uşaq yataq otağımız. Çox geniş yataq otağı var. Bir dənə yataq otağı buradadır. İşıqlanma bir dənə zəifdir dəyərli izləyəcəyimiz. Amma evə söz ola bilməz. Çox gözəl, fərah evdir. Bir dənə də gözəl, səliqəli qonaq otağı da deyim, yataq otağı da deyim. Amma əslində bura qonaq otağı kimi istifadə edirlər. Çox gözəl evdir dəyərli izləyəcəyimiz. 3 sotdadır. Vallahi çox. Hə? 3 sotda iş olub, bəli. Bir dənə də geniş yataq otağı. Yataq otaqları həqiqətən də genişdir. İşıqlı evdir, fərah evdir xanımlar və bəylər. Vallahi özünüzə geniş ev axtarırsınız. Yolun kənarında ev axtarırsınız. Ekrana yaxın əyləşin, bu gözəl evi təqdimatı sona kimi izləyin. Bir dənə xahiş edirəm. Bir dənə koridor hissəsini göstər. Keçək birinci mərtəbədə. Bu mətbəxi də göstərim sizə, xanımlar və bəylər. Biz siz qabağınızdan niyə çəkiş eləmədim? Çünki yaşayışlı evdir. Ev yiyəsi hamısı buradaydı, ona görə